Hər vaxtınız xeyir olsun. Rekord TV'nin efirində siyasi kod verilişindəsiniz. Bugünkü qonağım qardaşlığımız əbədidir QHT koalisiyası və Hərbi Yönümlü Təşkilatlar İttifaqının sədri Emin Həsənlidir. Emin bəy, xoş gördük sizi. Xoş gördük. Mən məhz istədim sizi siyasi koda dəvət edeyim. Nəyə görə? Çünki bu günlərdə gördüyünüz iş doğrudan da düşünürəm ki, həm də bir siyasi bir iş idi, gözəl bir iş idi. Söhbət Türkiyədə tibb üzrə uzmanlıq təhsil alan xarici tələbələrin maaşlarıyla bağlı idi. Mən istəyirəm məsələnin mahiyyətini biz qısaca da olsa danışaq. Çünki mən bilirəm ki, orada təhsil alan tələbələrin valideynləri bu məsələ ilə bağlı çox nigaran idilər. Və siz də Allah köməyiniz olsun, böyük bir iş gördünüz. Mən düşünürəm ki, 2 həftəyə yaxın orada Türkiyədə qaldınız, böyük görüşlər keçirdiniz, özünüz deyərsiniz. Məsələ mahiyyət nədən ibarət idi? Deməli, xeyli sayda 2000-ə qədər həkimi əhatə edirdi. Onların müraciətlərində gözləyirdilər ki, bu komissiya bu qərarı verməyəcək. Komissiya müsbət qərar verib müzakirəyə göndərmişdi. Mənə müraciət edəndə həkimlər, mən məsələni təhlil etdim. Ədalət və İnkişaf Partiyasının sədr müavini Gülşah Zorlu ilə danışdım, onun telefonla xeyli müzakirə elədik. Dedi ki, bəy, mən həkimlərdən ibarət nümayəndə heyətin qəbul eləməyə hazıran bir heyət müəyyənləşsin və həkimlər məsələni bizə çatdırsınlar. Həkimlər də bir yaxşı bir məlumat hazırlamışdılar. Onun əhəmiyyəti, həkimlərin zərərini olan, ümumiyyətlə Türkiyənin türk coğrafiyası və İslam aləmi üçün yaxşı olmayan bir nəticə olacaqdı. Valideynlər, o qədər insanlar narazı qalacaqdı və bu həkimlər həm də orada fəaliyyət göstərirlər, işləyirlər, Türkiyə səhiyyəsinə böyük dəstək verirlər. Bundan öncə də Azərbaycan həkimləri həm Türkiyədə, həm Avropada yaxşı təhsil alıb, həm Türkiyədə, Avropada, eyni zamanda ölkəmizdə xidmət göstərirlər. Siz də müharibədə iştirak eləmişsiniz, müharibədə də o həkimlər könüllü olaraq Türkiyədən gəlib iştirak etmişdilər. Həm də bunlar bir qəhrəmandılar. Mənim, niyə qəhrəmandılar? Burada da yüksək bal toplayaraq tibbə qəbul olublar. Sonra gedib hazırlaşıb Türkiyədə imtahan verib diplomlarını təsdiq elətdiriblər. Daha sonra uzmanlığa qəbul olublar. Bir qismi uzmanlığı bitirdikdən sonra yandallıq deyilir. Yəni doktoranturaya qəbul olublar. Uzun müddətdə 10 ildən artıq tibb təhsili alanlar var ki, peşəkar həkimdirlər. Bunların əməyi əgər bu cür qiymətləndirilsəydi 18.900 TL vəsait alsaydılar, iri şəhərlərdə də 30.000 TL, 30-35.000 TL ev kiraləridir. Bunu heç ev kiralərini qarşılaya bilməyəcək. Bir çox ailəvi oradadır, uşaqları ilə və onlar qidalanması üçün çox çətin olacaqdı. Hətta içərilərində bizim həkimlər var ki, o qədər fədakardırlar ki, onlar xəstəxanalarda qalıb, oradakı xəstələrə verilən qidalarla qidalanıb, təhsil alıb və davam etdirmək istəyirlər. Bu qədər fədakardırlar və Türkiyə məhkəmələrinin bir çoxunda qərarları da udmuşdular ki, onlara heç olmasa 70-80 min TL. Türkiyə vətəndaşları 180 min TL alır. 70-80 min TL əmək haqqı alsalar, bunlar üçün kifayət idi. Bu qanun qəbul edilsəydi, o məhkəmə qərarları da qüvvədən düşmüş olacaqdı və əvvəl pulu alanlar geri qaytarmalı olacaqdı. Növbəti mərhələdə isə pul ala bilməyəcəkdilər və belə bir çətin durum idi. Ədalət və İnkişaf Partiyasının rəhbərliyi parlamentdə qrup çox həssas yanaşdı. Azərbaycan Dostluq qrupunun rəhbəri Şamil Ayrım da parlamentdə qəbul etdi. O da bütün incəliklərinə qədər məsələni bildikdə Ədalət və İnkişaf Partiyasının rəhbərliyinə məruz olundu və parlament rəhbərliyinə məruz olundu. Mən eyni zamanda Milliyyətçi Hərəkat Partiyasına təşəkkür edirəm. Partiyanın sədr müavini Türk dünyası üzrə çalışan səs, həm də həmin komissiyanın sədr müavini İlyas Topsaqqal professor 6-cı gün ofisə gəldi saat 5-də ki, mən qəbul edəcəm. Həkimlərdən ibarət bizim heyət var idi. O heyət müxtəlif qruplara bölünmüşdü. Millət vəkillərinin həm Böyük Millət Məclisində, həm Ədalət İnkişaf Partiyasında, həm də Milliyyətçi Hərəkat Partiyasının rəhbərliyi ilə görüşürdü. Eyni zamanda Milliyyətçi Hərəkat Partiyasının parlament qrupunun başqan vəkili Dövlət Baxçalının vəkili ilə də görüş keçirildi. Eyni zamanda Genel Sekreterin, Baş Katibin müavini Temel
Ağa Osmanoğlu ilə görüş keçirildi, Osman Ağaoğlu ilə və bunlar hamısı yüksək səviyyədə qəbul etdilər. Və Ədalət İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyası bir araya gələrək parlamentdə ardı-ardına millət vəkilləri çıxış etdilər. Çıxışlardan öncə də bir bunun əsasını hazırladılar ki, bu qərar yaxşı olmayan qərardır. Həkimlərə biz haqsızlıq eləyərik, həm də onlar Azərbaycandan bizə əmanətdir. Türk coğrafiyasından, İslam coğrafiyasından bizə əmanətdirlər. Onlar gələcəkdə bu qardaşlığın körpüsünü qurması üçün çox vacibdir, çox önəmlidir. Həm Türkiyə üçün, həm Türk coğrafiyaları üçün və qərar geri qayıtdı. Türkiyə parlament tarixində çox nadir hallarda olur ki, belə qərar bütün komissiyalardan keçir, nazirliklərdən keçir. Böyük Millət Məclisi son anda qərar geri qaytara və qərar qəbul olunmaya. Bu böyük bir nəticədir. Mən də çox sevinirəm ki, bu prosesdə rol almışam. Bu həm Azərbaycan dövlətinin bütünlükdə qələbəsidir, Azərbaycan diplomatiyasının qələbəsidir. Azərbaycan-Türkiyə qardaşlığının qorunması üçün növbəti bir addımdır. Siz bilirsiniz ki, Azərbaycan dövlətinin dəstəyi ilə biz ildə bir neçə dəfə Türkiyəyə səfərlərə gedirik. Bu səfərlər hamısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin qayğısıdır. İdar Əliyev Fondunun və onun rəhbəri Mehriban xanımın qayğısıdır. İdar Əliyev Fondu bizim qəzetlə təşkilatı həmişə xüsusi diqqət qayğı göstərib. Azərbaycan dövlətinin qayğısıdır. Ayrı-ayrı nazirliklərin qayğısıdır ki, biz heyətlərimizi Türkiyəyə aparırdıq və bu heyətləri Türkiyəyə səfər, Türkiyədən hərbi təşkilatların, əlil veteran şəhid ailələri təşkilatlarının, ehtiyatda olan zabit təşkilatlarının Azərbaycana səfəri, bizim ora səfərimiz, o səfərlərdə Türkiyə Prezidenti ilə görüşürdük, Ədalət İnkişaf Partiyasında olurduq, Millətçi Hərəkat Partiyasında olurduq, Böyük Millət Məclisində görüşlər keçirirdik və oradan bu əlaqələr yaranıb və çox yaxşı əlaqələrdir və onlar davamlı olaraq məni tədbirlərinə çağırır və bu yaxşı münasibətdən biz həkim uzmanlarımızın, həkim yandallarımızın problemin həll edilməsində yaxşı məharətlə istifadə etdik. Həkimlərimiz də çox bacaraqlı idi, görüşlərə hazırlıqlı getdilər, haqq işlərini müdafiə etdilər və Türkiyə qanunlarını da yaxşı incələmişdilər. Vəkillər o prosesdə bizim həkimlərə kömək etmişlər. Bundan öncə bir neçə məhkəməni udmuşdular. Onlar çox narahat idilər ki, məhkəmə ilə qərarlar da ləğv edilə bilər. Amma şükürlər olsun ki, bu proses çox yaxşı nəticələndi və Türkiyənin bütün universitetlərində, tibb fakültələrində təhsil alan bizim həkimlər. Eyni zamanda tək Azərbaycandan yox, Gürcüstandan da oxuyanların çox Azərbaycanlıdır. Rusiyadan gedənlər Türk və müsəlmandılar, Çeçen var idi orada. Yəni söhbət üzrə istəyirəm, tək Azərbaycanlı tələbələrdən getmədi də. Sizin bu gördüyünüz iş nəticəsində hamısı. Bəli, hamısı. Kənardan gəlib uzmanlıq təhsil alanlar hamısı. Hətta o görüşlərin içərisində mənə deyirdilər ki, Azərbaycanın məsələsi və bu heyət Azərbaycanlılar çoxluq təşkil edir. Sonucu Azərbaycanlıların xeyrin olacaq. Mən də deyirdim, yox, bütünlükdə hamınızın məsələniz müzakirə olunur. Mən tanıdığım heyət Azərbaycanlı həkimlər mənə müraciət edibdi. Mən onları görüşlərə göndərirəm. Bir fakt da deyim ki, o tələbələrin bir hissəsi Qarabağ müharibəsinin birinci hissəsində qazi olmuş şəxslərin övladlarıdır. İkinci müharibədə qazi olmuş şəxslərin bacı qardaşlarıdır, şəhid ailələrinin üzvləridir. Yəni Azərbaycanın bütün bölgələrindən var. Azərbaycanın bütün rayonlarını əhatə eləyir. Bütün qruplarını. O prosesdən sonra mən yüzlərlə təşəkkür almışam. Azərbaycanın müxtəlif sahələrində işləyən insanlar zəif vurur övladlarına bu qayğıya görə minnətdarlıq edir. Bu mənim borcumdur, bir vətəndaş kimi borcumdur. Amma həm də çox asandır. Bəzən bunu çox çətin hesab edirlər. Mən burada bir çətin bir proses də hesab etmirəm. Niyə asandır? Ortada Türkiyə-Azərbaycan qardaşlığı var. Cənab Prezidentlə, İlham Əliyevlə Sayın Rəcəb Tayyib Ərdoğanın dostluğu var, qardaşlığı var. Türkiyənin Azərbaycan ən həssas vaxtlarda Azərbaycan Türkiyənin yanında olub, Türkiyə Azərbaycanın yanında olub. Orada Hələ Cumhuriyyət dövründən. Bəli, Nuri Paşadan bu günə Nəriman Nərimanovun biz yardımına Atatürk deyirdi, necə cavab verəcəyik, nə cür qaytaracaq. Qardaş qardaşın əlindən tutar, boş vermir. Ulu öndərin, milli liderin bir dövlət, bir millət, iki dövlət ideyası.
Bu sahimahla qurtarmaz. Siz də, mən də, tamaşaçılarımız da bu faktları bilir. Və bunu adiyyəti yerə çatdırmaq lazım idi. Məsələ adiyyət üzrə çatdırılmamışdı və bir problem var idi. Qanun qəbul edildikdən sonra bizim soydaşlarımız əziyyət çəkəcəkdi. Mən də xoşbəxtəm ki, o məsələ mənə çatdı. Bu prosesdə iştirak etdim. Adiyyəti yerə çatdırdım. Emin bəy, indi o əvvələ qayıtmayayım, amma hər halda mənim üçün maraqlıdır. Məsələ nədən qaynaqlanmışdı? İlk, belə deyək, o təklif kimdən olmuşdu? Onu araşdırmağa vaxt olmadı, yoxsa araşdırmadınız? Yox, sonradan biz bildik. Səhiyyə Nazirliyi məsələni qaldırmışdı. Deməli, İlham müəllim, Türkiyədə iqtisadi vəziyyət hamıya bəllidir. Dünyada iqtisadi vəziyyət çətindir, Türkiyədə də. Türkiyə dövləti düşünür ki, ildə bu qədər böyük miqdarda vəsait zəlzələ də olmuşdu. Orada yeni xəstəxanalar tikir. Səhiyyə Nazirliyi düşünür ki, o pul xəstəxanaların büdcəsində qalsa, dövlətin xəstəxanalara dəstəyi nisbətən azalar, başqa istiqamətlərə dəstək verirlər. Ona görə də, belə desək, Türkiyədə buna kəmərlər sıxmaq deyirlər. Bütün istiqamətlərdə bu fəaliyyət gedir və burada da bir xeyli vəsait var idi və düşünürdülər ki, o pulu verməməklə digər istiqamətlərə o vəsait göndərilə bilər və onlar da öz yanaşmalarına görə tam ədalətlidirlər və bu müxtəlif ölkələrdə olur zaman-zaman. Həm ailədə olur, həm ölkədə olur, həm təşkilatda, qurumda olur. İqtisadi çətinlik varsa, müxtəlif sahələrdə bu nəzərə alınır. Həm də dünya təcrübəsi var ki, ölkələr bəzi zaman özləri qarşılayır. Bir qism ölkələr maraqlıdır ki, həmin ölkələrdə təhsil alalar. Onların dilində, onların mədəniyyətini qəbul eləyərlər. Hətta özləri burs verir. Bir faktda deyim ki, qardaş Türkiyə dövləti kifayət qədər həm burs verir, həm də türk soylu arayışı ilə xeyli dəstək olur. Amma bir qism dövlətlər isə ölkələr özləri qarşılayır və yaxud da vətəndaşlar özləri qarşılayır, gedir, təhsil alır və təhsilin vəsaitini ödəyir. Bəs bu prosesdə daha çox kimin yardımını hiss elədiniz? Çünki mən sizin o səfərlə bağlı informasiyaları oxudum. Dostumuz Rey Kərimoğlu da mənə zəng eləmişdi, telefon açdı, dedi ki, Emin sağ olsun, belə bir iş görüb orada. Həm dövlətimiz üçün, həm bizim tələbələrimiz üçün böyük bir işdir. Mən orada Şamil Ayrımın adını oxudum. Buradan onlayn, telefonla o proses idarə olunur. Millət vəkili Şamil Ayrımın mən adını oxudum deyəsəm. Şamil Ayrım, Kürşat Zorlu, Ədalət və İnkişaf Partiyasının sədr müavini Türk dünyası üzrə. Türkiyədə də Ədalət İnkişaf Partiyasının sədri, həm də Cumhurbaşqanıdır Sayın Rəcəb Tayyip Erdoğan. Eyni zamanda Milliyyətçi Hərəkat Partiyası Dövlət Baxçalının sədri, çox hörmətli və müavini İlyas Topsaqqal və parlamentdə də parlament başqan vəkili ilə eyni zamanda baş katibin müavini Tamir Osman Ağaoğlu. Bunlar daha çox çalışdılar, amma təbii ki, Türkiyədə Milli Savunma Komissiyonu, Müdafiə Komissiyasının sədri sabiq Müdafiə Naziri Hüsnü Akar çox böyük nüfuza malikdir. O da Azərbaycanla bağlı istənilən prosesdə yüksək dəstək verir. Mehmet Çələbi var, İzmir millət vəkili, həddindən artıq çox bu məsələlərə həssasdır. Kamil Aydın MHP-dən millət vəkili, İzmir millət vəkili bu məsələlərdə həmişə Azərbaycanın yanında olub, bizim qazilər heyət gedəndə yüksək səviyyədə görüşüb. Onlarla millət vəkili ilə bu məsələ danışıldı, müzakirə oldu. Əsas təbii ki, hakim partiya ilə onun ittifaqında olan Milliyyətçi Hərəkat Partiyasının rolu çox böyük rol oynuyor. Minnətdaram sizə, çox sağ olun. Çox sağ olun. Savab bir işdir, böyük bir işdir. İnşallah bundan sonra belə problemlər olmaz. Bizim gənclərimiz də, bizim tələbələrimiz də, orada uzmanlıq, tibb üzrə uzmanlıq təhsil alanlar, bizim qardaşlarımız, bacılarımız da rahat şəkildə təhsillərini başa vurarlar. Ya qardaş Türkiyədə işləyərlər, qayıdarlar vətənə. Artıq onların öz seçimidir. Minnətdaram sizə, çox sağ olun. Siz sağ olun, var olasınız. Təşəkkür edirəm. Siz Rekord TV-nin efirində siyasi kod verilişinə baxdınız. Mənim qonağım qardaşlığımız Əbədi Qeyti Koalisiyası və Hərbi Yönümlü Təşkilatlar İttifaqının sədri Emin Həsənli idi. Sağ olun, salamat qalın.